Bir sual bu təşəhhüdlə bağlı. Ümumiyyətlə, təşəhhüdlə əlaqəli 7-8 hədis var. Əbu Musa Əl-Əşaridən rəvayət olunan təşəhhüd, İbn Abbasdan rəvayət olunan təşəhhüd, İbn Ömərdən rəvayət olunan təşəhhüd, İbn Abbasdan, İbn Məsuddan rəvayət olunan təşəhhüd, anamız Ayşədən rəvayət olunan təşəhhüd. Bu dualar var. O təşəhhüd dualarında fərq çox azdır. Məsələn, İbn Ömərin təşəhhüdündə gəlir ki, başqa təşəhhüd duasında gəlir ki, Əşhədü ən la iləhə illallah. İbn Ömərin təşəhhüdündə gəlir ki, Əşhədü ən la iləhə illallah vəhdəhu la şərikə ləh. Yəni bu, deyə bilmərsən ki, fərqli bir duadır. Eyni duadır, fəqət Allah Rasulü belə də deyib, belə də deyib, belə də. Və o dualardan hər hansı birini götürə bilərsən. Və o hədislərin hamısında gəlir ki, Əssəlamu aleykə. Və İbn Məsudun rəvayətində gəlir ki, onlar niyə görə o sahabələrin rəvayətində nə üçün elə gəlir? Çünki o sahabələr ki, bu hədisləri rəvayət ediblər, Əssəlamu aleykə, onlar bunu Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında öyrəniblər. Bu dualar ondan. Məsələn, İbn Məsudun hədisində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əlimdən tutdu və mənə bir Quran surəsi öyrədirmişcəsinə təhiyyatı öyrətdi. Deməli, İbn Məsud bu duanı kimin sağlığında öyrənib? Allah Rasulunun sağlığında. Ona görə Allah Rasulunun sağlığında onlar deyirdilər ki, Əssəlamu aleykə. Yəni, sənə salam olsun, ey Allahın Rasulü. Və hədisdə gəlir ki, Allah Rasulü öləndən sonra sahabələr hamısı təşəhhüddə başladılar deməyə Əssəlamu alən nəbi. Əssəlamu alən nəbi. Yəni, ey Allahın Rasulü, sənə Allahın salamı olsun, yox, xitab sənə deyil, çünki sağ deyil. Fəqət belə, Allahın nəbisinə, Peyğəmbərinə, Rasuluna Allahın salamı olsun. Əssəlamu alən nəbi. Bu məlumdur ki, bütün sahabələr bunu belə eləyiblər. Və rəvayət də səhihdir. Və alimlər bu məsələdə ixtilafləməyiblər. Əksinə, hamısı ittifaq eləyiblər ki, və hamısı etiraf eləyiblər, təsdiqləyiblər ki, sahabələr belə eləyiblər. Sual o deyil. Sual, alimlər arasında olan ixtilaf bundadır ki, onlar ixtilaf eləyiblər ki, sahabələr bunu öz ictihadları ilə ediblər, yoxsa Peyğəmbər sallallahu aleyhi və səlləmlə olan bir hədisə əsasən. İxtilaf bundadır. Bəzi alimlər deyiblər ki, bu sahabələrin ictihadıdır. Bəzi alimlər deyiblər ki, yox. Bunu elə Allah Rasulunun sağlığında Allah Rasulundan öyrəniblər. Ki, mən öləndən sonra belə edeyim. Və səhih də budur. Və səhih də budur ki, bunu Allah Rasulundan öyrəniblər. Dəlil birincisi. Hətta, belə deyək, hətta deyək ki, bunu sahabələr eləyiblər, hətta bu da dəlildir. Niyə? Çünki sahabələr bu məsələdə icma eləyiblərsə, icma özü hüccətdir. Quran hüccət olduğu kimi, sünnə hüccət olduğu kimi, icma özü də hüccətdir. Yəni, burada problem yoxdur. Fəqət alimlər məsələdə ixtilaf eləyiblər və səhih də odur ki, Allah Rasulundan aldıqları bir dəllə görə bunu eləyiblər. Bu da niyə görə? Və Şeyx Albani Rəhməllah da kitabında bunu gətirir. Və burayı götürür. Niyə görə? Çünki hədis var, səhih hədis. Səhv etmirəmsə Ayşədən gəlir. Hədisdə gəlir ki, Ayşə anamız Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında ondan ət-təhiyyatı öyrənir, sağlığında. Həmin duada gəlir ki, Əssəlamu alən nəbi. Aydındır? Və bu dəlildir ki, artıq Allah Rasulü sağlığında öyrətmişdir. Açıq aydın dəlildir. Hədis də səhihdir. Və inşallah səhih olan da budur. İxtilaf fəqət bundadır. Yəni, sahabələr niyə görə eləyiblər? Vəssalam. İxlasla.com saytı tərəfindən təqdim olundu.